Salam yoldaşlar, mən Günəş Vəliyeva. Bugün sizə dövlət qulluğundan 2025-ci il iyun imtahanına düşmüş informatika suallarının izahını verəcəm. Gəlin suallara baxaq. Windows 10 əməliyyat sistemində hansı simvol, fail və qovluq adında istifadə oluna bilər? Burada cavab olacaq Y variantı. Fail və qovluq adında istifadə oluna bilməz sual işarəsi. Sanki bir adam şəkli çizirsiniz. Adamın qolları, ayaqları, uzun bir xətt, daha sonra 2 nöqtə, ulduz və burada da dırnaq işarəsi. Bunlar fail və qovluq adında istifadə oluna bilməz. 2. Şəkildə qeyd olunmuş margins əmri nə üçün istifadə olunur? Baxın, margins, orientation, size həm faildə printerin içərisində var, həm layoutda page setup'ın içərisində var. Margins səhifənin kənar boşluqlarını nizamlayır. Mətn fraqmentini hecalara bölmək hyphenation əmridir. Mətni olduğu yerdən kəsib yeni səhifədən başlatmaq break əmridir. Sətirləri nömrələmək line numberdir. Sütunlara bölmək, mətni sütunlara bölmək isə column əmri adlanır. 3. Petyadan qorunmaq üçün Pers adlı fayl hansı qovluğa yerləşdirilməlidir? Bilirsiniz, Petya virusu ransomware-ın növüdür. WannaCry, Petya. Bunlar istifadəçidən, yəni fidya istəyirdilər. Qarşı tərəfdən fidya, pul istəyirdilər ki, pul razılığında məlumatlarınızı sizə geri qaytaraq. Petya virusu Pers adlı genişlənməklə yoluxur və bu hansı qovluqda saxlamaq lazımdır? Windows qovluğunda belə deyim, yerləşməlidir. Qorunmaq üçün o Windows qovluğunda yerləşdirilməlidir. Bizdə burada tanış olan qovluqlar var, proqram files var. Biz demişdik ki, proqramların quraşdırma mərhələsində bizdən soruşmadan, eləmədən proqramlar düşür proqram faylının içərisinə. 4. A2 S4 diapazonunda neçə xana var? Birinci növbədə biz burada sütunları tapmalıyıq. Sütunu taparkən, sütun bilirsiniz ki, hərflərdir. Diapazon olduğuna görə B hərfi də var. A, B, C. İkinci, sətir tapılarkən sətirdə böyük rəqəmlə sətir, rəqəm. 4-dən 2-ni çıxırsınız, 4 çıxısını 2, qayda olaraq üzərinə 1 gəlirsiniz, o da edir 3. Burada da 3 dənə idi. Xana tapılmasında isə sətiri sütuna vurmaq lazımdır. 3-ü 3-ə vurursunuz, edir 9, yəni D variantı. 5. Aşağıdakılardan biri biometrik tanınma üsulu deyil. Biometrik bədən üzvlərimizdən bağlı olanlardır. Bunlar saxtalaşdırıla, dəyişdirilə bilməz və etibarlıdır. Daktiloskopiya barmaq izinə görə tanınma idi. Əl venası var idi orada. Gözün güzehli qişası, zirehli qişası, üzümüzə, sifətimizə görə tanınma var idi. Lakin fin-koda görə tanınma biometrik sayılmır, bədən üzvümüzlə bağlı deyil. 6. Uyğunluğu müəyyən edin. Lokal şəbəkə ilə bağlı olan bir test tapşırığıdır. Son dövrlər dövlət qulluğuna lokal şəbəkədən sual düşməsi daha çoxdur. Deməli, yoldaşlar, biz demişdik ki, bizdə switch var, çevirici. Onun 2 növü var idi. Bridge idi, körpü. Bir də marşrutlayıcı idi, yəni router. Və demişdik ki, marşrutlayıcı M hərfindən başladığına görə orada M müxtəlif topologiya, müxtəlif protokol olmalı idi. Ona görə 2 olacaq B variantı. Körpüdə isə müxtəlif topologiya, lakin eyni protokol idi. Ona görə bir də olacaq D variantı. Konnektorlar isə kompüter şəbəkələrində adapterları nazik kabelə birləşdirmək üçün istifadə olunurdu. 1D, 2B, 3 isə 7. Şəbəkəyə qoşulma zamanı xəttin sonunda enerji uducu rolunu oynayır. Şin topologiyasının sonuna qoşulan terminatorlardan söhbət gedir. Enerji uducu rolunu oynayırdı. Şəbəkə segmentlərini birləşdirirdi. Repetitorlar, təkrarlayıcılar segment birləşdirirdi. Ona görə bu variantlar uyğun deyil. 7. Makroviruslar nə zaman fəaliyyətə başlayır? Makroviruslar MS Office fayllarını yoluxurdu. İnformasiya təhlükəsizliyi bölməsində burada baxın makrovirusların xassələri var idi. Makroviruslar MS Office proqramları ilə hazırlanmış faylları yoluxur. İnformasiya təhlükəsizliyi ilə hazırladığım 75 dənə sual-cavab sizin bu mövzu ilə bağlı olan bütün belə deyim, mövzunu tam əhatə etmiş olur. Bu 75 dənə sualı öyrənsəniz, orada qəbula düşmüş bütün suallar demək olar ki, cavablaya biləcəksiniz. Office proqramlarının hazırlandığına görə həmin sənədi açdıqda nə edir? Fəaliyyəti onlar başlamış olurlar. 8.
Kompüterdə verilənlərin mübadiləsi zamanı ən böyük işləmə sürətinə malik olan yaddaşlar hansılar? Bilirsiniz ki, daxili yaddaşlar sürətli olur, xarici yaddaşların isə tutumu çox olur. Bizdə ən sürətli yaddaşlar birinci növbədə gəlir registr, ikinci növbədə gəlir keş, üçüncü növbədə isə RAM gəlir və bizdə burada RAM mübadilə zamanı istifadə olunur, müvəqqəti saxlamış olur informasiyanı. Ona görə olacaq B variantı. 9. Elektron imza üçün sertifikat verilməsini təqdim edən hüquqi şəxs necə adlanır? Bunu highlighter etmişəm, sarı rəngli markerlə işarələmişəm. Çünki bu bizdə artıq düşmür. Elektron imza mövzusu bizdən çıxardılıbdır. Biz elektron hökumət hissəsini keçirik, amma elektron imza hissəsini keçmirik. 10. Excel 2019-da sətir və sütunların yerini dəyişmək üçün hansı lent qrupundan istifadə olunur? Birinci növbədə sizdən lent qrupu soruşur. Lent qrupu soruşulursa burada chart layoutdur, daha sonra chart style, chart layout bilirsiniz ki, köməkçi olaraq da açılmış olur. Ancaq bizdə sırf sətir və sütunların yerini dəyişməsi soruşursa, biz bilirik ki, Excel-də xüsusi diaqram əlavə etdikdə, baxın, mən sizin üçün belə bir diaqram yaratmışam. Diaqramı əlavə etmişəm insert tabından, insertün içərisindən chartdan və diaqram əlavə edərkən əlavə köməkçi 2 dənə tab açılır. Dizaynla format açılır və bizdə burada tipini soruşduğuna görə daxil olur. Baxın burada data hissəsindən nə edirik? Onların formasını dəyişmək olar. Belə. Daha doğrusu tipini dəyişirik type-dan. Burada isə sətir və sütunları nə edirik? Switch, yəni keçiririk, yerlərini dəyişmiş oluruq. Ona görə köməkçi olaraq data lent qrupu adlanır. Çətin olaraq qiymətləndirəm bu sualı, çünki içlikdən düşübdür. 11. Şəkildə ox işarəsi ilə göstərilmiş əmr hansı məqsədlə istifadə olunur? Yoldaşlar, biz burada inserted text lent qrupunun hər dəfə içliyini sayırıq. Text box mətn qutusudur, əlavə eləməkdir. Ona görə bu cavab olmayacaq. Burada bizdə zaten burada üstündə vaxt işarəsi var. Bu vaxt və tarixi göstərir. Sənədi başqa sənədlə əlaqələndirmək obyekt əmridir. Sənədin səhifələrinin nömrələnməsi bu linksdə page number-dır. Sənədə müxtəlif obyektlərin əlavə olunması obyektin içərisində, obyekt deyəndə yəni bir proqram digər proqramla əlaqələndirmək deyir. İmza xətti də budur. Üzərində bir qələm işarəsi var. Signature line. 12. Sənədə seçilmiş mətnin köçürülmə və yaxud da yerdəyişmə əməliyyatları hansıdır? Yoldaşlarım, köçürmə və yerdəyişmədir. Mübadilə buferindən format painter əmri bir mətn fraqmentinin formatını başqa birinin üzərinə köçürməkdir. Ona görə bir olan variantları çıxardıram. Mübadilə buferindən copy. Copy nədir? Köçürmə. Cut yerini dəyişib yapışdırma. 2 düzdür. Obyekt əmri OLI texnologiyası əsaslanır və obyekt bir sənədi başqa bir sənədlə əlaqələndirmək və yaxud da Word-ün içində Excel, Excel-in içində Word-ü, Word-ün içində Power-i, Power-in içində Word-ü açmaq üçün istifadə olunur. 2-ni götürürük. Daha sonra 4. Ctrl-C kopyala, sonra kəs onu və onun yerini neynə? Başqa yerə yapışdırmaq 4 də olar. Fraqmentin kontekst menüsündən copy, cut və paste əmrini icra etmək, bu da tamamilə doğrudur. Hyperlink əmrindən istifadə etmək, link yerləşdirməkdir. Ona görə bu da getməz. 2, 4, 5 olan variantlar, o da olacaq B variantı. Sual 13. File Explorer pəncərəsində fayllar hansı görünüş rejimində əks olunmuşdur? Yoldaşlar, File Explorer görünüşündə birinci növbədə extra large icon bütün piktoqramlar böyük olur, o getdi. Large icon da yenə böyük olur. List siyahıdır. Siyahıda əlifba sırasından da düzmüş olur, qeyd edir. Details detallar olur. Onun yanında belə deyim, vaxtlarda görünür. Əlavə olaraq detailsdə nizamlama da var. Adına görə, ölçüsünə görə, tipinə görə. Gəlin bunu sizə əyani şəkildə baxın, daxil olduq bu hissəyə, File Explorer proqram pəncərəsindən və bunun içərisində view var, görünüş rejimləri. Baxın, burada list hissəsini vuran kimi neynədir? Nizamlanma belə olmuş oldu. Sonra 14. Şəkildə oxla göstərilmiş əmrin təyinatı nədir? Yoldaşlar, birinci bu PowerPoint proqramına məxsusdur. Bu tip suallar bundan əvvəl də 2 dəfə imtahana düşübdür. Çox asan bir sual olaraq qiymətləndirilir. Çünki right sağdır, sağa rotate-də döndərməkdir. Hətta bir dəfə yadınızdasa qəbulda buna dövrələnmək olaraq demişdi. Döndərmək, dövrələnmək. Seçilmiş fiquru 90 dərəcə sağa istiqamətdə döndərir. Ona görə olacaq seçilmiş obyekti sağa doğru 90 dərəcə döndərmək C variantı. Sual 15.
MS Excel 2019 proqramında verilmiş elektron cədvəl fraqmentinə əsasən seçki xanasına bu düstur yazılmışdı və bizdən istəyir ki, onu A1 F5 diapazonuna köçürək və köçürəndən sonra qiymət hesablananda onun qiyməti alınsın 60. Burada ən gözəl iş düzgün cavabdan işləməkdir. Daha doğrusu cavablardan işləməkdir. Birinci növbədə buradakı bu köçürmə sizi qorxutmasın. Bu deyir ki, siz gedin A1, A2, A3, A4, A5 və eyni ilə B1, B2, B3, B4, B5, C-lər, D-lər və F-lərə bir-bir yoxla, sonra onu hesabla. Amma mən burada cavabdan işləyəcəm. Ona görə nə edirəm? Deməli yoldaşlar, birinci növbədə burada cavab variantlarını yerinə qoyub hesablayacağam. Mən baxıram ki, C2 diapazonundan C3 diapazonuna köçürmə eləyərkən yazıram aşağı sətir, sütun. Necə dəyişəcək? Sətir rəqəmdə 2-dən 3-ə keçəndə sətir bir vahid artıbdır. Sütun hərfdir. C-dən C-yə sütun dəyişmir. Artıq bunu silirəm. Mən gedirəm düsturumda bunu yerinə qoymağa. Bərabər. D-nin qabağında dollar var, onu dəyişə bilməzsiniz. 3 sətir, bir vahid artıb olacaq neçə? 4. Üstünə gəlinsin. F hərfi dəyişməyib. Niyə? Çünki burada sütun dəyişməyib. F olduğu kimi qalacaq. 4-ün qabağında dollar işarəsi olduğuna görə 4 olduğu kimi qalacaq. Bərabərdir. Dollarları atın. D4 üstə gəlinsin F4. D4-ün qiyməti neçədir? 45. Üstünə gəlsin. F4-ün qiyməti neçədir? 15. Bu da eləyəcək cavab neçə? 60. İndi siz orada tez göz uyğunluğundan da tapa bilərsiniz. Amma düzgün variantları yerinə qoyub da tapmış ola bilərsiniz. Belə. Ona görə cavab olacaq D variantı. Təşəkkürlər.